Artıq bir müddətdir ki, bloger Chelsea Baxşıyevanın Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Anar Pirməmmədovla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib. Belə ki, o, Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və 2 övlad atası olduğunu öyrəndiyini bildirib. Bloger bununla bağlı silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edib. Qlobalas xəbər verir ki, Anar Pirməmmədovun əmisi, Təhsil Nazirliyinin sabiq aparat rəhbəri İlham Pirməmmədov Manset.az açıqlamasında hadisədən məyus olduqlarını bildirib. Mən bu məsələyə mat qalmışam. Nə deyəcəyimi bilmirəm. Bu hadisə 4 il əvvəl baş verib. Özləri bilər, bir də Allah bilər. Qardaşımla da bu barədə danışmışıq. Anar ailəli adamdır. İstəməzdik belə bir hal yaşansın. Bu qız isə hələ də ondan əl çəkmir. Məqsədinin nə olduğunu bilmirik. Qardaşım oğlu bu faktı gizlətmir. Aralarında münasibət olub. Anar müəllimin 2 övladı var. Mən bu hadisədən sonradan xəbər tutmuşam. Bu məsələ üzə çıxandan sonra Anar işdən çıxarıldı. Hazırda heç bir işlə məşğul deyil, evdədir. Çətin vəziyyətdir, ölkədə biabır oldu. Biz də narahatıq ki, uşağın ürəyi tutar, xəstə olar. İlham Pirməmmədov deyib.